Ermənistan və Azərbaycan yaxın gələcəkdə delimitasiya prosesini davam etdirəcək. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, sərhəddin 12 kilometrlik hissəsinin delimitasiya edildiyini, Ermənistan sərhəd qoşunlarının bu ərazidə xidmət etdiyini xatırladıb. Bildirib ki, qarşıdakı dövrdə bu proses davam edəcək və delimitasiya tamamlanacaq. Delimitasiya və demarkasiya nəticəsində silahlı qüvvələr döyüş mövqelərində yox, daimi diskalasiya ərazisində xidmət edəcəklər. 10 illiklərdir ki, onlar bizə məlum olan vəziyyətə görə şəraitin heç də yaxşı olmadığı səngərlərdə və mövqelərdə xidmət edirlər. Sərhəddəki güclü istehkamlar və müdafiə strukturları sərhəd qoşunlarına təhvil veriləcək. Lakin bu yalnız Azərbaycanla tam hüquqlu sülh şəraitində baş verəcək. Ermənistan bu istiqamətdə hər gün daha da inamla irəliləyir. O bildirib. Paşinyan qeyd edib ki, Ermənistanın Gürcüstanla sərhəddində də delimitasiya prosesinin aparılması gündəliyə daxildir. O əlavə edib ki, Ermənistan Rusiya qoşunlarını sərhəddindən çıxaracaq. Ermənistanın bütün sərhədləri sərhəd qoşunlarının məsuliyyəti altında olmalıdır. Sərhəd xidməti sülhün ən vacib simvoludur. Sərhəd qoşunlarının yerləşdiyi yerdə təhlükəsizliyə daha çox inam olur. Məhz bu inam sayəsində dövlət sərhəddin bu və ya digər hissəsini sərhəd mühafizəçilərinin xidmətinə təhvil vermək qərarına gəlib. Xatırladaq ki, Ermənistanın İran və Türkiyə ilə sərhədləri iki tərəfli razılaşma əsasında Rusiyanın sərhəd qoşunları tərəfindən mühafizə olunur. Moldova və Ermənistanda bir çox qeyri-hökumət təşkilatları Rusiya ilə münasibətləri pozmaq istiqamətində çalışır. Bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şertsov deyib. Şertsov statistik məlumatlar təqdim edib. Hazırda Moldovada 14 min, Ermənistanda isə təxminən 9 min QHT qeydiyyatdan keçib. Onların əksəriyyəti açıq şəkildə Rusiya ilə iki tərəfli münasibətləri korlamağa çalışır, deyə Şertsov bildirib.